Salamlar, hər vaxtınız xeyir olsun. Mən Qacar Akademiyədən Günel Qacar sizi salamlayıram. Bu video doktorantura imtahanına aid olan bütün sualların cavablarına aid olacaq. Biz deməli Instagramda və YouTube rəylərində olan sualları çıxartdıq və sual siyahısı hazırladım. Dedim ki, mən ən yaxşısı buna aid bir video çəkim. Çünki hamını maraqlandıran bir problemdirsə, deməli tam aydın olmayan şeylər var və mən bu videoda sizə bunları aydınlaşdırmaq istəyirəm. Deməli, ilk öncə mən sualları oxuyuram. Əgər bu suallar sizə maraqlıdırsa, videonun sonuna qədər izləyərik. Birinci sualımızdan başlayalım. 8 sual çıxartmışam. Doktorantura imtahanı nə vaxt keçirilir? Fəlsəfə və ixtisas imtahanına hazırlıq nə vaxt başlayır? İmtahan çətinlik səviyyəsi necə olur? Predoktorantura nədir və kimlər üçün nəzərdə tutulub? Hazırlığa başlayanda ilk növbədə nələrə diqqət etməliyəm? Hazırlıq müddəti neçə ay çəkir? Minimum imtahanı nədir? IELTS yoxsa PhD ilə, yəni dilin imtahanı ilə daxil olun deyə bir suallar çıxıb və bu sualları məncə artıq hamıya maraqlıdır. İlk öncə başlayıram doktorantura imtahanı nə vaxt keçirilir deyə. Bu arada yenə əlavə nəsə suallarınız olarsa mütləq şəkildə bizə çatdırın. Mən sizə, bəlkə də məni tanıyırsınız artıq, sizə çoxlu məlumatlar verməyə çalışıram hər gün. Instagram səhifəmizdə qajar.akademiya Instagram səhifəmizdən daxil olub bizə yenə suallarınızı yönləndirə bilərsiniz, dərslər haqqında məlumat ala bilərsiniz. Həmçinin elə səhifəmizdə də nəticələrimizdən də tanış ola bilərsiniz. Deməli, mən başladım sualımızdan ki, doktorantura imtahanı nə vaxt keçirilir? Əziz tələbələr, bunu 7-ci sualla birləşdirirəm, minimum imtahanı nədir deyə və ümumiyyətcə doktorantura haqqında bir məlumat verim, 1 və 7-ci sualı birləşdirim. Deməli, doktorantura imtahanı əgər ilk dəfə verirsinizsə, baxın, imtahanı verilir və mənə sual verir ki, minimum imtahanı nə deməkdir? İlk dəfə imtahana gedirsinizsə, yəni heç daha öncə PhD dərəcəniz olmayıb, yəni imtahana girməmisinizsə, iyun ayında olur adətən və may deyirik, may-iyun, amma adətən son illərdə iyun ayında keçirilir imtahanımız. Və doktorantura imtahanını iyun ayında keçiriləndə sizdən 50 sual verilir. 50 ballıq bir blank olur, sual kitabçası olur. 50 balın keçidi 30 baldır. Yəni 30 balı keçirsinizsə, siz artıq imtahana, fəlsəfə imtahanına buraxılmış olursunuz. 30 balı keçdiyiniz təqdirdə. Və daha sonra isə 25 bal söhbəti var burada. Əgər tələbə, X bir tələbə 25 bal yığdırsa, burada mütləq həmin tələbə fəlsəfəyə yenə buraxılır. Amma demə borclu qalır. Bu borclu qalmaq nə deməkdir? Yəni, müdafiəsinə qədər, yəni tutaq ki, fəlsəfəni də keçdi, ixtisasda keçdi, getdi filan universitetin fəlsəfə və doktoru namizədi oldu. Yəni, oxuyur. Müdafiəsinə qədər mütləq bu borcunu qaytarmalıdır. Bu borcu da minimum imtahanı adlanır. Minimumda ildə 3 dəfə keçirilir. Noyabrda, fevralda və yenə iyunda. Yəni siz belə deyim, çalışın ki 25 balı, yoxdur 30 balı keçəsiniz ki borclu qalmayasınız. Əgər 25 balı keçmişsinizsə də borclu qalıb daha sonra yenidən girib imtahana mütləq o 30'u yığmalısınız. Bu oldu mənim doktorantura imtahanı nə vaxt keçir və minimum imtahan nədir və nə vaxt keçirilir? Bu suallarımın cavabı. Buna mən bir dənə üstə gəl qoyum. Yenə də bir suallarınız varsa yenə deyirəm, mütləq qeyd edin. Daha sonra isə burada ikinci sualdır ki, fəlsəfə və ixtisas imtahanlarına hazırlıq nə vaxt başlayır? Fəlsəfəni öncədən hazırlamağa və yaxud da ixtisas imtahanına öncədən hazırlaşmanıza gərək yoxdur. Çünki sizin əsas önünüzdə duran bariyeri, əsas hissə ingilis dilidir. İngilis dilini əgər bu 25 və yaxud da 30, biz 30 deyək, 25 haqqında çox danışmayaq, 30 balı keçdinizsə, fəlsəfəyə buraxılırsınız və fəlsəfəyə buraxılanda bir ay müddətli vaxtınız olur. Onu da hər o bir müddətdə fəlsəfə imtahanına çatdıra bilərsiniz hazırlığını. Daha sonra isə ixtisas olur. İxtisasda gedirsiniz universitetə, materiallarınızı götürürsünüz və burada da hazırlaşmış olursunuz. Yəni sizin daha öncədən fəlsəfə və ixtisasa hazırlaşmanız yox, ingilis dilindən maksimum çox bal yığmağınıza gərək var. Çünki belə deyim, tutaq ki 30'u yığdınız. Qəşəng balıqda keçiddir. Heç minimuma da düşmürsünüz. İmtahanı 30'u yığdınız. Amma sizin qəbulda 2 dənə yer ayrılıb. Universitetdə 2 yer ayrılıb. İxtisasdan da normal yığdınız. Tutaq 30 bal da oradan yığdınız. Gəldi 60 bal elədi. Bəs sizin rəqibiniz 70-80 bal yığarsa, tutaq ki 35 ingilis yığıb, 35 də ixtisas yığdı. O nə olmuş olur? Artıq o rəqib daxil olmuş olur o yerə.
İzah edebildim. Ona görə də maksimum şəkildə ingilis dilindən çoxlu bal yığmağa diqqət yetirin. Daha sonra isə nələrə gəldik? Yəni fəlsəfə ixtisas imtahanlarına ingilis dili imtahanına keçdiyiniz təqdirdə hazırlaşmağınız daha məqsədə uyğundur. Keçirəm 3-cü sualımıza. İmtahan çətinlik səviyyəsi necə olur? İmtahanı B2, C1 kimi nəzərdə saxlayın. Elə bilin ki, B2, C1 leveldə bir imtahana daxil olursunuz və imtahan sualları, 50 sualı bölgüsü barəsində də mən yenə video izah eləmişəm. Doktorantura nədir deyə Günel Qacar yazsanız, YouTube axtarma hissəsində siz orada o videonu tapıb bunu daha geniş şəkildə izləmiş olarsınız. Hadisi yarım saatdan çox olan bir videodur. Yəni hər bir punkt haqqında listeninglə də speakinglə də o haqda mən məlumat vermişəm. İmtahan çətinlik səviyyəsi isə B2, C1 leveldədir. Hazırlığa başlayanda tələbənin, mən deyirəm ki, tələbə B1 leveldə gəlsin. Təbii ki, IQ gələni də qəbul edirik. Bu tamamilə sizdən asılıdır. Amma B1 leveldə hazırlığa başlamaq daha yaxşıdır. Səbəbi isə proqram ağırdır və tələbə daha yaxşı hazırlaşmalıdır. Bunu nəzərə alaraq son 2 ildə mən belə bir sistem yaratdım. Predoktorantura kursu yaratdım. Yəni mənim 4-cü sualımda belə birləşdirmiş oluram. Predoktorantura nədir və kimlər üçün nəzərdə tutulub? Əgər leveli A2-dirsə, baxın A1 demirəm. A1 isə mütləq General English dərslərinə qoşulmalısınız. Yəni A1-də artıq siz cümlə quruluşunu filan bilmirsinizsə doktorantura necə hazırlaşaq? Mütləq biz orada sırayla hər bir şey levellər bitirib A2 levelə çatırıq. A2 leveldə artıq tələbə müəyyən qədər danışmağı, cümlə qurmağı, cümlələri, mətn tərcüməni, listeningi anlamış vəziyyətdə olur. Və bu halda deməli predoktoranturaya A2 leveldə qoşula bilir. Predoktorantura məsəl bu il sentyabrdan başladı. Sentyabr qrupu oldu, oktyabr qrupu oldu, noyabr qrupu oldu, indi dekabr qrupu olur. Amma belə yəni həmin tələbənin leveli nə qədər yuxarı olsa, məsələn sentyabrdan qoşanlar artıq B1 leveldədirlər. B1 leveldə bitirib doktorantura hazırlığına qoşulacaqlar. Predoktorantura yəni bu tələbələr üçündür ki, leveli bazanı qaldırsın. Bəs predoktorantura mən necə keçirəm? General'la demin qarışdırılmış versiyası. Həm level artırıram, həm baza artırıram, həm danışıq üslubunda, həmçinin də din üslubunda, akademik üslubda. Yəni hamısını qarışdırılmış xüsusi bir proqramdır. O cür şəkildə dərslər tədris olunur. Predoktorantura yəni bu şəxslər üçündür. Yox, əgər leveliniz B1, B2-dirsə ki, bizim siyahımız var, biz onları heç predoktoranturaya götürmədik, dedik heyfdir vaxtımıza. Və ona görə də onları birbaşa fevralda biz hazırlığa başlayacağıq doktorantura ilə. Daha sonra isə imtahan çətinlik səviyyəsində suallarını cavabladıq. Keçirəm. Hazırlığa başlayan ilk növbədə nələrə diqqət etməliyəm? Dostlar, baxın, bu mənim, o deyil, süddən dilim yanında, bilmirəm düzgün dedim atalar sözlərini. Bu mənim o hissədə olan sualımdır. Hazırlığa başlayanda ilk növbədə nələrə diqqət etməliyəm deyə. Universitetə getməlisiniz. Baxın, sentyabr, oktyabrdan görün, bir il əvvəldən nəzərdə tuturam. Əgər iyunda verirsinizsə, həmin ilin əvvəlində sentyabr, oktyabrdan universitetə gedirsiniz. Universitet doktorantura şöbəsinə yaxınlaşırsınız və qeyd edirsiniz ki, mənim filan ixtisasıma yer ayrılıq mı? Yer ayrılıq mı? Baxın, bu yer ayrılımı çox önəmli bir hissədir. Yəni siz ilk öncə oraya yaxınlaşın, daha sonra hazırlıq barəsində fikirləşin. Görün yer ayrılıq mı? Və yer ayrılıqsa hazırlığa başlaya bilərsiniz. Qeydiyyat isə apreldə olur, bir ay əvvəldə olur. O rahatdır. Orada siz sənədlər yığacaqsınız, qeydiyyata keçəsiniz. Amma sizin ilk öncə universitetə gedib, həmin ixtisasında, sizin ixtisasında yer ayrılıqmı soruşmalısınız. Yəni bu çox önəmli bir hissədir. Yer ayrılıqsa hazırlığa başlayacaqsınız. Daha sonra keçirəm, bura ulduzda qoymuşdum ki, yəni önəmli bir sualdır. 6-cı, hazırlıq müddəti neçə ay çəkir? Hazırlıq müddəti fevral ayından başlayır. İyun ayında imtahanlı, may deyək də, iyunu çünki bilmirik, may ayında. Fevral, mart, aprel, may 4 aylıq bir proqramdır. Fevralda qoşulanlar rahat-rahat irəliyir. Martda qoşulanlar nisbətən mart qruplarında nisbətən daha sürətli irəliyir. Apreldə qoşulanlar isə intensiv artıq qoşulur. Son bir ayda qoşulmaq istəyən varsa da ekstra intensiv. Mən proqramı çatdırıram bunların hər birində də, amma bu artıq sizdən asılı olur ki, tələbələr necə rahatlıqla. Çünki bir ay praktikamı yoxsa 4 ay praktikamı bu tamamilə sizdən asılıdır və sizin istəyinizdən asılıdır. Daha sonra isə 6-cı və önəmli sual isə PhD mi? PhD imtahanı, demin imtahanı mı? IELTS mi? Dostlar, hər ikisi də uyğundur. IELTS imtahanını alırsınızsa 6-6-5 universitetdən asılıdır. 6-5 deyə nəzərdə tutaq, keçiddir. Və amma burada bir şey var ki, IELTS sertifikat müddəti nə qədərdir? 2 il. Yəni sizin sertifikat müddətiniz bitəndə yenə minimum
imtahanı kimi yenə girib imtahana ya yenidən IELTS ya yenidən 30 balı keçib təzədən bir də universitetə müraciət eləməlisiniz ki, mən keçdim. Yoxsa müdafiə buraxılmırsınız. Buna görə də demin imtahandan keçib 30 bal yığmağınız daha rahatdır. Rahat yox. Daha bundan sonraki vaxtda sizin üçün rahatdır ki, bir də imtahana girməyəsiniz. Amma IELTS-iniz varsa imtahan verə bilərsiniz, amma yenə minimuma girib ya yenidən IELTS ya yenidən demin imtahanına daxil olub o 30 balı yığmalısınız. Validatınız yoxdur. Yəni sizin din sizdən 30 balı istəyir. IELTS-ə gəldikdə isə bu artıq sizdən asıl. Demin məsələn magistr imtahanı təzə buraxan, təzə verənlər, necə magistr bu tərzdə imtahanlarda iştirak edirlər, demin iştirak edirlər, demin imtahanı daha rahat gəlir onlara. Amma IELTS imtahanında yenə deyirəm ki, çox rahat olan imtahanlardan da bu tamamilə sizdən asılıdır. Hansısa sizə rahatdırsa, ya IELTS ya dinlə də hazırlaşırsınız və daxil olursunuz. Bunlar oldu mənim doktoratura aid olan ümumi suallarım. Sizə hissəsində növbəti suallarınızda qeyd edin. Mən bir də ikinci video yenə çəkim. Yəni görüm yenə əlavə nə kimi bir suallarınız varsa yenə deyərsiniz. Yenə deyirəm, mən Güney Qacar və əlavə bir suallarınızı ya Qacar Akademi Instagram səhifəmizdə və yaxud da burada rəylərdə qeyd edeyim, mən sizə məlumat verim. Buyurun, əlavə suallarınız onda yenidən sizi gözləyirəm. Görüşmək üzrə. Sağ olun, özünüzə yaxşı baxın.